بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: وذكرهم بأيام الله إن في ذلك لآيات لكل صبار شكور. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah'ın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Cümə gününüz mübarək olsun. Allah'ın bu cümənin xeyir və bərəkətini bizlərə, əzizlərimizə, xalqımıza, İslam ümmətinə, bütün bəşəriyyətə nəsib elən. İlk öncə özümüz, sonra siz əzizlər ilahi təqvaya dəvət edirəm. Allah'ım hamımızı təqvalardan qərar ver. Keçən dəfəki mövzumuz, cümə xütbəsi yadınızdadsa, övlad tərbiyəsi haqqında idi. Övladın tərbiyə olunmasına dair biz Quran-ı Kərimin qissələrindən də yadınızdadsa nümunələr çəkdik. Və bəzi peyğəmbərlərin ailələrində övladları ilə bağlı sıxıntı yaşadıqlarının şahidi olduq. Məsələn, Həzrəti Adəm peyğəmbərin övladı Qabil Habili qətlə yetirib, yaxud Nuh peyğəmbərin övladı sonda atasından uzaqlaşdı, iman gətirmədi və həlak oldu. Yaxud Yaqub peyğəmbərin övladları öz qardaşları Yusufu quyuya atmışdılar, qətlə yetirmək istəyirdilər. Amma əslində insan baxanda görür ki, sən demə peyğəmbər ailəsində də nöqsanlı övladların olması mümkündür. Bəlkə də hikmət bundadır ki, digər valideynlər üçün Allah Taala onların həyatın, hansı valideynlərin ki, övladı, valideyn əziyyət çəkir, zəhmət çəkir, onu tərbiyə eləməyə çalışır. Övlad da ipə sapa yatmır. Bəlkə də peyğəmbərlərə Allah Taala həmin valideynlər üçün bir təskinlik mənbəyi, təsəlli mənbəyi qərar verib. Ki, narahat olmayın, peyğəmbərlərin özü də bu əziyyəti çəkiblər. Bu günləri görüblər, belə hadisələrlə rastlaşıblar, övladları ilə problemlər yaşayıblar. Bu, indiki valideynlərin bəzilərinə, hamısına yox, kimlər ki, əziyyət çəkirlər, zəhmət çəkirlər, bəzən görsən nəticə verir, bəzən nəticə verməyəndə Allah Taala o qissələri bax ondan ötürü göndərib. Yəni, sənin üzərinə düşən zəhməti çəkməkdir, təbliğatdır. Nəticəni Allaha buraxmaq lazımdır. Əgər düzələcəksə, islah olacaqsa, özünə xeyir eləyib. Sənin vəzifən ona təbliğ eləməkdir, ona haqqı çatdırmaqdır, haqqa dəvət etməkdir. Vəzifə yerinə yetirmisənsə, narahat olma, sənin o çəkdiyin zəhmət dəyərləndiriləcək, mükafatlandırılacaq. Bəzən insan burada bax bunu unudur. Səbirli olmaq lazımdır, səbrin mükafatlandıracaq. Ona görə istəyərdim bugün səbir haqqında və şükür haqqında danışım. Quran-ı Kərim Allahın bizə göndərdiyi ən ali, kamil, mükəmməl bir kitabdır. Və onu oxuyanlar da fikirləşirlər ki, bəlkə də bəzisi fikirləşir ki, Quran məni dəyişəcək. Amma Qurana müraciət eləyəndə görürsən ki, Quran buyurur ki, mən yol göstərən bir kitabam. İnsanı əsl dəyişən həyatın hadisələridir. Hadisələr insanı dəyişir və yetişdirir. Allah da bu hadisələrdə insanı iki şeylə idarə edir. Bir nemətlə, bir də çətinliklə. İnsan həyatda iki vəziyyətdən çıxa bilmir. İki vəziyyətdən birindədir. Ya nemətin içindədir, ya da çətinliyin, imtihanın içindədir. Ona görə də bir mömini başqalarından fərqləndirən üstünlük, fəzilət, xüsusiyyət bundan ibarətdir ki,
Mömin nemət gələndə şükür eləyir. Bəla, müsibət gələndə də səbr eləyir. Bax, bu mömini digər insanlardan fərqləndirən xüsusiyyətdir. Necə ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, acəbən lil mümin, mömin həqiqətən də təəccüb edilməyə layiqdir. Möminə təəccüb eləyir insan. Niyə? Buyurur, innə əmrahu kullahu xeyr. Çünki onun bütün işləri xeyirdir. Bütün işləri xeyirdir. Sonra iki hissəyə bölür möminin işlərini. Buyurur, in əsabəthu nə'məu şəkərə. Ona nemət üz tutanda şükür eləyir. Və in əsabəthu musibətun sabərə. Müsibət də üz verəndə səbr eləyir. Peyğəmbər ona görə mömini bu işdə, bu iki xüsusiyyətdə fərqli olduğun insanlara çatdırır. İndi fikir verin ki, Allah Teala Qurani Kərimdə çox maraqlıdır ki, bu iki xüsusiyyəti bir yerə toplayır. Və İbrahim surəsi 5-ci ayədə buyurur ki, İnnə fī zəlikə ləayətin likulli sabərin şəkur. Həqiqətən bunda çox səbr eləyən və çox şükür eləyən. Görsən iki şey. Çox səbr eləyən, səbr məsələsi və çox şükür eləyənlər üçün ibrətlər, nümunələr, işarələr, əlamətlər var. Hadisə də nədən ibarət idi? Bu ayə nəyin haqqında nazil oldu? Həzrəti Musa əleyhissalam haqqında. Ki, Musa əleyhissalama Allah Teala buyurur ki, öz qövmünü zülmət qaranlıqlardan nura çıxart, zülmət qaranlıqlardan nura çıxart və onlara Allahın günlərini xatırlat. Allahın günləri də nədən ibarətdir? Nə deməkdir mənası? Yəni, nemət verilən günlər. Allahın xüsusi nemət bəxş etdiyi günlər Allahın günləri sayılır. Allahın xüsusi sıxıntılı qərar verdiyi günlər Allahın günləri sayılır. Yəni, insan həm sıxıntılı günlə üzləşə bilər və eyni zamanda nemət verilən günlərlə üzləşə bilər, rastlaşa bilər. Hər ikisində əgər yaxşı gündürsə, nemət verilən gündürsə şükürləməlidir, sıxıntılı gündürsə səbr eləməlidir. Bax, məhz ona görə Allah Teala bu ayədə demir ki, bunda möminlər üçün bir ibrət var. Deyir ki, çox səbr eləyən və çox şükürləyən hər bir kəs üçün, kimlər ki, çox səbr eləyirlər, onlar Musa Peyğəmbərin başına gələn bu hadisələrdən çox gözəl nəticələr çıxarda bilirlər, ibrətlər götürür. Kimlər ki, çox şükür eləyirlər, eyni zamanda onlar da bu həmin eyyamullah, Allahın günlərindən çox gözəl nəticələr çıxarda bilirlər. Fikir versə, başqa iki qısa ayəndə deyəcəm, orada da Allah Teala hər ikisinə toxunub. Birində şükrə toxunur, digərində isə səbr edənlərə. Buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər siz şükür eləsəniz, mən sizi mütləq artıraram. Zümər surəsi 10-cu ayədə isə buyurur, İnnəmə yuvaffəs sabirunə əcrahum biğayri hisab. Səbr edənlərə onların mükafatları hesabsız veriləcək. Fikir versiniz, şükür edənləri artıracağın vəd eləyir. Birincisində artım vədi var. İkincisində isə, yəni səbr edənlər üçün isə ölçüsüz nemət, ölçüsüz mükafat. Deməli, insan harda yanılır? İnsanın yanıldığı əsas nöqtə nədən ibarətdir? İnsan bu iki xüsusiyyətdə, səbirlə, şükür məsələlərdə yanıldığı nöqtə nədən ibarətdir? İnsan elə bilir ki, məsələn, müsibət, imtihan deyiləndə yalnız müsibətlər, xəstəliklər nəzərdə tutulur. Müxtəlif faciələr, sıxıntılar nəzərdə tutulur. Amma Allah Teala Quran-ı Kərimi nazil etməklə insana başa salmaq istəyir ki, müsibət təkcə o deyil. Müsibət eyni zamanda, imtihan təkcə müsibətlərlə bağlı deyil, xəstəliklərlə, sıxıntılarla bağlı deyil. İmtihan elə ola bilər, var-dövlətlə də bağlı olar. Yəni, insan bir tərəfli düşünməməlidir. Sıxıntını imtihan kimi qəbul edib, var-dövləti, şan-şöhrəti mükafat kimi dəyərləndirməməlidir. İnsan üçün var-dövlət də imtihandır. İnsan üçün onun övladı da imtihandır. Övlad veriləndə görsən insan sevinir. Nələrə ki sevinir? Bilsin ki, sevindiklərinin özü də bir imtihandır. Vəzifənin özü imtihandır. İnsan vəzifəyə düzələndə mümkündür sevinsin, təbii ki sevinməlidir. Amma bilməlidir ki, o imtihandır. Sağlamlıq insan üçün imtihandır. Şan-şöhrət insan üçün imtihandır. Deməli, insanı Allah Teala iki alətlə yonur, tərbiyə eləməyə çalışır. Birinin adı müsibətdir, birinin də adı nemət. Bəzən insan
hadisələrdən yox, hadisələrə verdiyi mənadan əziyyət çəkir. Bəzən görsən, insan deyirlər ki, filan hadisə onu, iki nəfər eyni şəxs bir hadisəyə daxil olur, biri görsən itib batır, gedir, məhv olur, biri isə ucalır, izzət qazanır. Amma hadisə eynidir. Niyə görə biri uğur qazandı, biri izzət tapdı, ucaldı, biri isə məhv oldu, getdi? Burada deməli, hadisə insanı məhv eləmir, yaxud ucalmır. İnsanın hadisəyə baxış tərzi, onun məhv olmasına, yaxud ucalmasına səbəb olur. Məsələn, Həzrəti Eyyub, alə nəbiyyinə və aleyhi və aleyhissalam deyir, bütün var dövləti əlindən çıxmışdı. Bunu bilirik. Üstəlik, övladların da Allah onun əlindən aldı. Bununla da qutarmadı məsələ. Gəldi, xəstəliyi də onun canına düşdü. Bircə canı vardı, onu da xəstəliyi tapmışdı. O xəstəliyi Allahla öz arasında bir qürb məqamına çevirdi. Allahla öz arasında bir yaxınlıq məqamına çevirdi. Baxış tərzi onun üçün hadisənin özün yox, mənasını dəyişdi. Hadisə həminki ağırlıq qalmışdı. Axırı, biri var, insan məsələn hadisə ilə, çətinliyi ilə rastlaşanda fəryad çəkə, qışqır, bağır sala, Həzrət Eyyub əleyhissalam o çətinliklərin içində deyirdi ki, Rabbi, inni məssəniyə zurru əntə ərhamur rahimin. Bu işivən qaldırmır. Deyir, ilahə, mənə bir çətinliyi üst tutub. Sən də mərhəmətlərin ən mərhəmətlisən. Allah Teala da buyurur ki, fəstəcəbnə ləhu və kəşəfnə mə bihi min zurrin. Bax, onun bu sözünə biz cavab verdik, qəbul elədik, bunun anlayışla olan sözün qəbul elədik və onun problemi, müşkilin aradan qaldırdıq. Fikir versiniz? Rahat bir şəkildə müşkillə Allahla münasibətini qoruyub saxlayır və nəticəni əldə edir. Adicə, insan həyat tərzini dəyişəndə, məsələn, gecə yatmalısan ki, gündüz işə gedə biləsən, işləyəsən, düzdür? Bir insan gecələri hər gecə oyaq qalsa, gündüzlər işə gedə bilərmi? Bir dəfə tutalım, gedər, iki dəfə, sonra görür ki, alınmır. Həm gecə oyaq qal, həm də səhər işə ged, bu qeyri-mümkündür. Amma analar necə? Övladı üçün görsən, oyaq qalır gecəni səhərə kimi. Səhər də işində, gücündədir. Heç narazılıq da eləmir. Niyə? Ona stimul verən o övlada olan məhəbbətdir. Övlada olan bağlılıq onun gələcəyin düşünür və bu çətinliklər, gecəni oyaq qalmaq onun üçün, belə deyək, o çətinliyi həll edir. Yaxud bir idmançı təsəvvür eləyək. Adi vaxtda idmançının o ağır məşqlərlə ki, məşğul olur, çox çətin məşqlərlə, adi vaxtda bu qeyri-mümkündür. Amma yarışa hazırlaşanda bilir ki, müsabiqə var və o müsabiqədə birinci yeri tutsa, şan-şöhrət tanınmış, şan-şöhrət sahibi olacaq, tanınacaq və ona mükafat verəcəklər. O ağırlıqlar onun üçün asanlaşır. Görürsünüz necə maraqlıdır. Yaxud əskərlər, hərbiçilər, Allah cəmi əskərlərimiz və hərbiçilərimizi hifz eləsin, qorusun. Adi vaxtda əskərin, hərbisinin yaşadığı yaşayış tərzi çox çətindir, dözülməzdir. Amma nə var ki, bilirlər, vətən uğrunda bunu icra edirlər, Allah rızayəti üçün. Vətən uğrunda olması onların əziyyətini asanlaşdırır. Deməli, insan o çətinliklərin içində mənanı tapa bilsə, o çətinliklər onun üçün asanlaşır. Necə ki, İmam Hüseyin əleyhissalam nə buyurur? Buyurur, ilahə, bütün bu çətinliklər Aşura günündə son anlarında dediyi sözdə Həzrətin. Bütün bu çətinliklər mənə ona görə asan gəlir ki, bunlar sənin gözün qarşısında baş verir. O çətinliyin içində, o sıxıntının içində Allahla rabitəni qurur, düzgün baxış tərzi ona o çətinlikləri asanlaşdırır. Bir də Allah Teala bizi dünyaya göndərəndə Quran-ı Kərimi nazil edib və buyurur ki, ləyəbluvannakum və lənəbluvannakum, biz sizi mütləq imtihan eləyəcəyik. Qorxu ilə, aclıqla, nə bilim, səmərəsizliklə, can içkisi ilə, mal içkisi ilə və s. və axırına sizi imtihana, sınağa çəkəcəyik. Əvvəlcədən bunu bizə deyib də. İnsan bu dünyaya biləndə ki, rahatlıq üçün gəlməyib. Elə sınaq imtihanlar üçün gəlib. Onda sınaq imtihanı üzləşəndə, bir müsibətlə, çətinliklə, neymətlə qarşılaşanda onun üçün heç bir çətinlik olmur. Niyə? Çünki əvvəlcədən xəbər var ki, onsuz da imtihana gəlib bu dünyaya. Fikir versiniz, məsələn, abituriyentlər gedirlər dövlət imtihanına, instituta qəbul olmaq üçün. Heç indiyə kimi görmüşük ki, bir abituriyent daxil olsun imtihan zalına,
başqasına şikayət eləməyə, etiraz eləməyə ki, məndən niyə imtahan götürürlər? Xeyr. Yəni bu məntiqdən, ağıldan kənarda. Niyə görə etiraz eləmirlər orada ki, məndən niyə imtahan götürürlər? Ona görə etiraz eləmir. Əvvəlcədən bilir ki, o zala imtahan üçün daxil olub. İnsan da bu dünyaya imtahan üçün gəlir. Bunu anlayanda, başa düşəndə, imtahanlar ona tərəf üz tutanda artıq əvvəlcədən xəbərdarlığı var idi deyə o imtahanlar onu sarsıtmır. Əvvəlcədən məlumatı vardı və imtahanda əgər çətinliklərdirsə səbr eləməklə vəziyyətdən çıxır, əgər yox, nemət içindədirsə o neməti Allahın bəyəndiyi istiqamətdə xərcləməklə çıxır. Ariflər deyirlər ki, şükür eləmək insanın tutumunu artırır. Şükür eləsə insan, onun tutumu artır. Niyə görə Allah Taala insana nemət verəndə, insan şükür eləyəndə Allah onu artırır, ariflər bunu açırlar. Deyir, məsələ ondan ibarətdir ki, əslində şükür eləmək nəyə deyilir? Əsl şükür bilirsizlər nədir? Əsl şükür odur ki, Allahın verdiyi neməti onun buyurduğu kimi xərcləyəsən. Onun razı qaldığı kimi o nemətdən istifadə eləyəsən. Allah ki, neməti göndərir bəndəsə, bəndəsi də görür ki, bunu elə Allahın istədiyi, razı qaldığı kimi istifadə eləyir. Allah daha artığını göndərir. Bax, nemət ona görə deyir ki, insanın tutumunu artırır. Tutum da artdıqca Allah daha çox nemət. İstəkana suyu nə qədər tökmək olur? Dolana qədər. Ondan artıq tökmək olmaz ki, amma insan qəlbi, düşüncəsi, təfəkkürü tamamilə başqadır. O təfəkkürü genişləndirdikcə, nemətə şükürün artırdıqca Allah da neməti yağdırır. Elə səbir də bu cürdür. Səbir də deyir, müsibəti kiçilmir. İnsanın özün böyüdür, insanın tutumun böyüdür. Ona görə Allah and verir, İzzət Cəlalı xatirinə bizi çətinliklərdə səbr eləyən bəndələrindən qərar versin, nemət göndərəndə şükürləyən bəndələrindən eləsin və bu iki vasitə ilə öz rizayətinə nail olanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna şaniyaka huval abtar. Sadaqallahul aliyyul azim. Səbr və şükür haqqında danışırdıq və dedik ki, insan əvvəlcədən biləndə ki, Allah Taala onu dünyaya imtahan üçün, sınaqlar üçün göndərib, onda işi bir qədər asanlaşır. Bunu bilməyən insan qəfil imtahanla rastlaşanda etiraz eləyə bilər. Amma kim ki bilir, Allah öz mübarək kitabında əvvəlcədən xəbərdarlıq eləyir ki, sizi mütləq sınaqlara çəkəcək və səbr edənləri müjdələ. İnsan bunu biləndən sonra artıq qarşısına sınaq çıxanda, imtahan çıxanda özünü itirmir. Səbr eləməklə Allahın rizayətini qazanır. Mülk surəsi necə ki 2-ci ayəsində buyurur ki, "Ellezî xalaqal mauta vel hayata liyabluvakum eyyukum ahsanu amala." Allah ölümü və həyatı ona görə yaratdı ki, sizin hansınızın daha gözəl əməl sahibi olduğun ortalığa çıxarsın. Sizi sınağa çəksin ki, hansınız daha gözəl əməl sahibisiz. Deməli, həyat özü imtahan üçün yaradılıb. Şükür nədir? Şükür. Həm şükür, həm də ki, səbir 3 mərhələdən ibarətdir. 3 növü var. Bunu bir çoxumuz bilirik. Məsələn, şükrün 3 növü var. Birincisi, qəlbdə olan şükür. Qəlbin şükürü. Qəlbin şükürü ona deyilir ki, insan Allahın verdiyi neməti elə Allahdan görsün. Ona gələn nemətləri Allahdan bilmək qəlbin şükrüdür. İkincisi, dilin şükrü. Dilin şükrü budur ki, Allahın verdiyi nemətlərə görə şükür sənə ilahi. Elhamdülillahi Rabbi. Müxtəlif vasitələrlə Allaha dilinlə şükür eləyirsən, vəsf eləyirsən. Üçüncüsü isə ən mühüm şükür növüdür. Bayaq dediyimiz kimi, neməti Allahın razılığı yolunda istifadə eləmək. Bax, ən böyük şükür budur. İmam Sadiq əleyhissalam buyurur ki, şükür budur ki, Allahın verdiyi nemətlə Allaha asi olmayasan. O neməti sənə Allah verib. İnsana isə yaraşar ki, Allahın verdiyin onun əleyhinə xərcləsin, onun əleyhinə istifadə eləsin. Ona görə buyurur ki, Allahın verdiyi nemətlə Allaha asi olmamaq şükür sayılır. Məsələn, gözün şükrü nədir? Allah o gözü bir nemət olaraq veribsə, Allah nə istəyirsə ona baxmaq və Allah istəmədiyinə də baxmamaq, bu gözün şükrü. Dilin şükrü odur ki, Allahın bəyəndiklərini demək, haqqı demək və Allahın
Bəyənmədiklərin, məsələn, yalandır, qeybət və s. və ilə axır insanları acılamaq, bunları eləməmək. Yaxud var dövlətin şükrü nədir? Odur ki, Allah yolunda o var dövləti bəyəndiyi şəkildə, bəyəndiyi qədər xərcləmək. Elmin şükrü odur ki, onu Allah rızayəti üçün başqalarına öyrətmək. Allahın razılığı üçün. Burada mühüm amil Allaha xatir olmasıdır. Və vaxtın da şükrü budur ki, insan öz vaxtın israf eləməsin. Allahın bəyəndiyi yerlərə xərcləsin vaxtın. Sual yaranır ki, Allah neməti nə üçün insana verir? Mükafatlandırmaq üçün insana nemətin verilməsi bayaq da dedi ki, həmişə mükafat sayılmır. Məsələn, Həzrəti Adəm əleyhissalamın qissəsinə biz baxanda bir çox şeyləri orada kəşf eləyə bilirik. Fikir versə, Adəm əleyhissalam harda yaradılıb? Cənnətdə yaradılmışdı, düzdür, rahatlıq içində idi. Onun ailə ilə bağlı, uşaqla bağlı problemləri yox idi. Ailə tələbatları, uşaq tələbatları, heç biri yox idi. Məsələn, fikirləşmirdi ki, yay gəlir, gedib harada dincəlim, yaxud ən gözəl yerdə elə cənnətdə etdə dincəlirdi. Yaxud övlad böyüyür yavaş-yavaş, görəsən onu instituta girmək, hansı kursa yazdıraq ki, qəbul ola bilsin. Yaxud institutu bitirib, indi bunu işə düzəlmək olar, gedək kimlə görüşək, kimə ağız açaq, bunu yaxşı bir işə, bunların heç biri yox idi. Oturmuşdu cənnətdə, kefin içində. Amma maraqlı cəhət bundan ibarət ki, Həzrət Adəm əleyhissalam ilk insan müsibətlə sınanmadı, yoxsulluqla sınağa çəkilmədi, nemətlərin içindədir. Elə nemətlə sınandı. Harada? Buyurur, وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ Ey Adəm, bir dənə sınağı var idi, o da nemətlə bağlı. Ey Adəm, ey Həvva, bu ağaca yaxınlaşmayın. Ağac onlar üçün təyin olunmuş sınaq adlanan bir nemət idi. Görsüz nemətlə sınağa çəkildi. İnsanların çoxusu günaha nədən ötürü düşür? Günaha yoxsulluqdan yox, nemət veriləndə düşür. Nemət əlində artdıqca günaha yollar daha çox açılır. Ona görə deyir, şükür, əsl şükür. Rahatlığın içində də Allaha itaat eləməkdir. Əgər rahatlıq içindəsənsə, Allah sənə nəyi əmr edibsə, ona itaat edirsən ki, bil ki, sən şükürlü bəndəsən. Əsl şükürlü bəndə. Yaxud Həzrəti Süleyman alə nəbiyyinə və aleyhissalam hər cür nemət var idi, taxt-tacı var idi, ordusu var idi, cinlər ona tabi idi, külək onun əmrində idi. Dünyanın səltənəti, hakimiyyəti onun əlində idi. Amma nə buyurur? Buyurur ki, Həzə min fazli Rabbi, bütün o nemətlər əlində, hakimiyyət əlində deyir ki, bu mənə Allah tərəfindən verilmiş bir fəzilətdir, üstünlükdir. Amma bunu elə belə yerə verməyib, səbəbini açıqlayır. Liyəbluvani əşkuru əm əkfur. Həzrət Süleyman buyurur ki, Allah bu fəziləti mənə ona görə üstünlüyü verib ki, məni yoxlamaq istəyir ki, mən ona şükür edəcəm, yoxsa küfr edəcəm, nankörlük edəcəm. Sonra buyurur, وَمَنْ شَكَرَ فَيَشْكُرِ لِنَفْسِ Kim şükür eləyərsə, Allaha minnətdarlığın bildirərsə, Allahın verdiyi neməti, onun buyurduğu, razı qaldığı kimi xərcləyərsə, elə özünə yaxşılıq eləyib. وَمَنْ كَفَرَ فَلِنَفْسِ Kim də وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ كَرِيمٌ Kim də nankörlük eləyərsə, bilsin ki, Allahın onun eləyəcəyi şükrə, yaxşılığa heç bir ehtiyacı yoxdur. Allah ehtiyacsızdır, özü kərimdir. Ona görə Həzrəti Süleyman əslində bunu bizə başa salmaq istəyir ki, insana nemət verilibsə, Allah insana nemət veribsə, nemət veriləndə imtihan başlayır. Nemət veriləndə imtihan başlayır. Ona görə də insan öz-özlüyündə bəzən fikirləşir ki, görəsən şükürdən uzaqlaşmağa səbəb olan amil nədir? Niyə görə insanlar getdikcə naşükür olurlar? Allah neməti yağdırdıqca daha da naşükür olurlar. Alimlər araşdırırlar, tədqiqat aparırlar ki, bunun səbəbi nə ola bilər və müşahidə edirlər ki, insanda bir anlayış var. O anlayış nədən ibarətdir? Məsələn, təzə ev alanda, illərlə evin həsrətini çəkən, Allah bütün evsizlər evi şiir tabi eləsin. Təzə ev alır, başlayır, çox sevinir. Həddən ziyadə sevinir ki, şükür ev aldım. Sevinir. Yaxud maşına ehtiyacı var.
Maşın arzulayırdı. Maşın alandan sonra çox sevinir. Yaxud məsələn işsiz idi. Allah bütün işsizlərə halal borusundan iş nəsib eləsin. İşə düzəlir, yaxşı maaş alır, sevinir. Yaxud da başqa cürbəcür nemətlər gələndə sevinir. Amma burada deyir, məsələ nədən ibarətdir? Bir müddət keçəndən sonra fikir versəz, istənilən bir şəxs ev alan yaddan çıxır ev almağı. O sevinci adi bir hala çevrilir. İşin həsrətini çəkirdi, işə düzəlib, maaş alır, indi belə deyək, o maaş onun üçün adiləşib. Ailəsiz idi, subay idi, ailə qurmağa ehtiyacı vardı. Ailə qurub, indi ailə onun üçün adiləşib. Övlada ehtiyacı vardı, dua edirdi illərinə ki, övlad sahibi ilə, Allah cəm övlad ehtiyacı olanları evlad sahibi eləsin. Təsəlli övlad verilir, birazdan övlad da onun üçün adiləşir. Yadından çıxır ki, bütün bunların həsrətini çəkən insanlar var. O elə onun yadından çıxdığına görə, o nemət gözündə adiləşdiyinə görə daha çox şey istəyir. İnsanın daha çox şey istəməsi qorxulu bir şey deyil, tükənməz nəfsə malikdir. İnsan istəyir ki, həddən ziyadə hər şey, bütün nemətlərlə əhatə olunsun. Bu əslində pis bir şey deyil, amma pisliyi bunun nədədir? Onun pisliyi ondadır ki, əlindəki nemətlərin qədrini bilmirsən, əlindəki nemətləri unutmayasan. İnsan əlindəki nemətləri unutduğuna görə bəzən digər şeylər daha çox şey istəyir. Daha çox şey istəməsə, əlindəki nemətləri ona unutduğuna görədirsə, bax, problem ondadır. Allah da ona görə insanda belə bir problemin olduğunu bilir və Quranın ayəsini nazil edir və daim nemətləri xatırlamağa dəvət edir ki, əlində olan nemətləri xatırla, ki, şükür edənlərdən olasan. Çünki şükür, deyir, neməti adi olmaqdan çıxardır. İnsan əlindəki nemətlərə fikir versə, onlara şükür eləsə, artıq o gözündə adiləşmiş nemət, evi var, adiləşib, yadına düşür ki, bəs başqalarının evi yoxdur. Hə, deməli, məndə böyük bir nemətdir bu evin olmağı, ailənin olmağı, işin olmağı, sağlamlıq, digər nemətlər, görün nə qədər nemətlər var. Ona deyir, şükür eləməyən insanın gözü həmişə çatmadığı nemətlərdə olur. Şükür edən insan isə gözü əlində olan nemətlərdədir. Bax, şükürlü olmağın yollarından biri. Allah Teala neməti yalnız sevdiklərinə vermir. Bəzən görsən, sevmədiklərinə də verir. Məsələn, Fironun da sarayı var idi. Nə olsun? O demək ki, Allah Fironu sevirdi, xeyr. Qarunun da sərvəti var idi, var dövləti həddən ziyadə çox idi. Amma o demək ki, Allah onu sevirdi, xeyr. Yezidin də hakimiyyəti var idi, Allah onu sevirdi, xeyr. Deməli, Allahın nemət, Allahın razılığı demək deyil. Həmişə Allahın razılığı demək deyil. Əsl Allahın razılığı nemətdən necə istifadə etməyindir. Bilmək istəyirsən ki, sənə nemət gəlib, Allah səndən razıdır ya yox, bax gör o nemətdən necə istifadə edirsən. Varırsan, laf gözəl. Əgər Allahın buyurduğu kimi o var dövlətdən istifadə edirsən, sən çox xoşbəxt insansan. Ən böyük səhvdə səbirlə bağlı səhvdir. Səbir göstərməklə bağlı insanlarda səhv anlayış var. Niyə? Çünki necə ki, dedik, şükrün 3 növü var, səbrin də 3 növü var. Səbrin də 3 növü var. İnsan günah etməməyə səbr edirsə, bu səbrin bir növüdür. İnsan əgər bəlalar, çətinliklər qarşısında səbr edirsə, bu digər ikinci növüdür. İnsan itaət eləməkdə davamlı olursa, səbr göstərsə, bu da üçüncü növüdür. Amma ən böyük səbir, deyir, elə insanın Allaha asi olmaqdan, günahdan çəkinməyində göstərdiyi səbirdir. Və bəziləri səhv başa düşürlər, səbir deyəndə elə bilirlər ki, pasiv həyat tərzi keçirməyə səbir deyilir. Halbuki tamamilə əksinə, səbir aktiv həyat tərzinə deyilir. Necə ki, Həzrəti Nuh əleyhissalam 950 il səbr elədi. Səbr elədi necə? 950 il oturub gözlədi, xeyr. Daim təbliğat apardı. Daim Allahın buyurduğunu insanlara çatdırdı. 950 il təsəvvür edin ki, necə deyim, əvvəllər deyilir, məsələn, bizdə bir söz vardı, bir igidin ömrü. Bir igidin yox, gör neçə igidlərin ömrü deyə. Həzrəti Nuh əleyhissalam səbr göstərdi, amma Allahı təbliğ eləyə. 950 il təbliğ eləyəsən Allahı, amma görürsən ki, neçə nəfər hidayət oldu. Bu çox ağırlı nəticədir. İnsan kim olsaydı, bəlkə də ona dözməzdi.
Biz acizə görsən bir yerdə danışanda insanlar yığışırlar, söhbətə qulaq asırlar. Amma Nuh əleyhissalam peyğəmbər idi, danışırdı, pak, məsum bir şəxs, onu inkar edirdilər. Yaxud Musa əleyhissalam Fironun qarşısında səbir göstərdi, necə? Yəni oturdu, gözlədi, xeyr, sözün deyirdi. Yaxud Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Taifdə daşlandı, amma səbir göstərdi. Səbir göstərdi nədir? Oturdu, dayandı, xeyr, dua elədi ki, bunlar başa düşmürlər mənim dediklərim, bunları bağışla. Həzrət Əli əleyhissalam bu ümmətin yolunda 25 il səbr elədi. İmam Hüseyin əleyhissalam son nəfəsinə qədər haqqı müdafiə elədi və səbirlərdə sözün deyə haqqı müdafiə elə səbri göstərdi. Əsl səbr bax, bu nümunələrdir. Əli əleyhissalam vurur, əs-səbr miftahuz zəfər. Səbr qələbənin açarıdır. Həzrət Peyğəmbər salavatullah vurur, innəməs-səbru indəs-sədəmətil ulə. Həqiqi səbir müsibətin ilk zərbəsi zamanı göstərilən səbirdir. Yaxud İmam Baqir əleyhissalam vurur, əl-mu'minu əşəddu minəl-cəbəl. Mömin dağdan da möhkəmdir. Həzrət bunu buyurur. Soruşurlar ki, necə yəni mömin dağdan möhkəmdir? İmam Baqir əleyhissalam açıqlama verir. Buyurur ki, çünki dağdan daş qoparmaq olar, möminin isə dinindən döndərmək mümkün deyil. Dini ondan qoparmaq mümkün deyil. Ona görə də insan fikirləşəndə səbir haqqında, düşüncələr, hadisələr haqqında təhlil aparanda bir nöqsanında olduğun kəşf eləyə bilir. O nöqsan nədən ibarətdir? Adətən görsən, 10 nəfər səni tərifləsin gün ərzində, bir nəfər isə tənqid eləsin, fikir versiniz, insan o tənqidə fokuslanır. Yadından çıxardır ki, bəs məni bir nəfər tənqid edib də 10 nəfər tərifləyib baxı. Gör, ondan fərəh götürmək, fərəhlənmək əvəzinə fikri ancaq o tənqid eləyən yanında qalıb. O insanda belə bir nöqsan var. Ona görə Allah Teala buyurur ki, tənqidlərdən çox sənə ki, bu qədər neymət verilir. Yəni, bəladan çox sənə bu qədər neymətlər verilir. İndi içində bir dənə bəla da var. Sən ona səbr eləmək əvəzinə o neymətləri də yaddan çıxardırsan. Ona görə daim neyməti xatırlamağa Allah Teala təbşirir. Çünki bu neyməti xatırlamaq insanın mənfi meylinin qarşısını alır. Nankörlüğünün qarşısını alır. Nevrologiya araşdırmaları göstərir ki, ürəklə beynin xüsusi əlaqəsi var. Ürəyin beyinlə xüsusi əlaqəsi var. Stres ürək ritmin tamamilə dəyişdirir, pozur. Stres keçirmək insanın ürəyinin ritmin tamamilə pozur. Amma deyir, sakitçilik, dua, minnətdarlıq hissi, şükür hissi ürəyin ritmin daha da ahəngdar olmasına xidmət göstərir. Yəni, mənası budur ki, elm bizə göstərir ki, insanın daxili halı da onun bədəninə təsir eləyir. İnsanın daxili halı, qəlbində bütün çətinliklərə mənfi reaksiya verməsi onun daxili halında elə bir şey yaradır ki, o onun beyninə, indi beynin Allah iraqləsin, iflic olmasına, yaxud ürəyinin insult keçirilməsinə müxtəlif şeylərə təsir eləyir. Ona görə də Allah Teala buyurur ki, bilir ki, onun fikirləşdiyi nəyə təsir eləyəcək və bunun cismi də zərər görəcək, buyurur ki, qəlbini islah elə, qəlbində minnətdarlıq hissi olsun. Alimlər deyirlər ki, kosmosda, adicə bu bir nümunədir, kosmosda ulduzlar adi şəraitdə yaranmır. Biz ulduzları elə bilir ki, öz-özündən yarandı, milyon ildən sonra nə işığı bizə çatdı, xeyr. Deyir, ulduzun doğulması üçün nəhəng qaz buludları milyon illərlə təzyiq altında sıxılır. Təzyiq artdıqca deyir, nüvədə yeni bir proses başlayır. O proses nədən ibarətdir? Ulduz başlayır parlamağa. Görün, təzyiqlə kosmosda nəhəng buludlar, qaz buludları sıxılır, axırı nə baş verir? Bir ulduz yaranır, bir ulduz parlayır. Bir müminin qəlbi də bu cürdür. Allahın o hikmətlə, dolu sınaqları ilə sıxıldıqca və əgər səbrini itirməzsə, onun daxilində bir iman nuru yaranır və o iman nuru başlayır parlaq şəkildə nur saçmağa. Bəzən ən böyük işıq, ən böyük təzyiqdən sonra başlayır, ən böyük sıxıntıdan sonra başlayır. Yaxud heykəltaraşı misal gətirirlər. Heykəltaraş görürsünüz, daşı yonur.
ancaq çəkizlə vurur daşı, döyür daşı. İndi öz-özlüyündə bəlkə də o yonduğu daş, indi dilsiz, ağsız da, cansız kimi baxırıq. Bəlkə də canı olsa, dili olsa etiraz eləyər ki, bu niyə görə məni bu qədər döyür, niyə görə mənə bu qədər çəkizlə vurur? Amma memar baxır ona, heykəltaraş deyir ki, mən bunu ona görə bu qədər vururam ki, bunun içində bir gözəllik görürəm, gizli qalmış bir gözəllik görürəm. İstəyirəm o gözəlliyi insanlara üzə çıxardım, insanlar da müşahidə eləsin ki, bu çox gözəl bir daşdır. Ona görə biz düzdür ki, deyir, çətinlikləri biz yaşayırıq, amma o çətinliklərlə Allah Taala bizi üzə çıxarmaq istəyir. İnsanlıq aləminə təqdim etmək istəyir. İnsan Allahdan daim rahat yaşayış istəyir. Dünyanın məntiqinin tam əksinə olaraq biz dünyaya sınaqçını imtahan üçün göndərmişik. İnsan gəlir burada Allahdan rahat yaşayış istəyir. Allah isə insandan kamil həyat istəyir. Rahatlıqla həmişə kamillik əldə etmək olmur. Çox vaxt insan kamilliyə çatmaq üçün müxtəlif sınaqlardan keçir. Həzrət Nuh əleyhissalam bayaqda demişmi 950 il Allahın dinini təbliğ elədi, bir neçə nəfər cəmi iman gətirdi. Bu çox insanın ürəyin ağrıdır, həqiqətən də. Ki 950 il Allaha təbliğ eləyəsən, insanlar iman gətirməyə bir peyğəmbərə. Kənardan baxan üçün bu uğursuz bir təbliğatdır. Kənardan baxan ki, deyir ki, məsələn, bu boyda peyğəmbər gör insanları hidayət eləyə bilmir. Amma insan fikirləşməlidir ki, Allah bizdən nəticə əldə eləməyi gözləmir. Allah Taala bizdən sona qədər onun dediyini çatdırmağı gözləyir. Çünki Allah istəyir ki, insan onu son anına qədər nəticə oldu, olmadı Allahın sözünü çatdırsın, Allahın yolunda olsun sonra. Çünki onun Allah yolunda olması, indi qarşı tərəf iman gətirəcək, övlad hidayət olacaq, olmayacaq. Bir işçi hidayət düzgün yola gələcək, gəlməyəcək. Bir tələbə düzgünlüyü, hidayətə qədəm qoyacaq, qoymayacaq, o öz işidir. Əgər hidayət olacaqsa nə yaxşı. Hidayət olmayacaqsa özü öz bəlasını çəkəcək. Amma sənin üzərinə düşən Allahın dediyin sona qədər ona çatdırmaqdır. Bax, bizim bəzən yanlış saldığımız, hesab elədiyimiz yer budur. Ki, biz elə bilir ki, o mütləq hidayət eləməliyik, biz hidayət eləməliyik. Amma yadımızdan çıxır ki, hidayət eləyən Allahdır. Bizim üzərimizə düşən sona qədər çalışmaqdır. Çünki sona qədər çalışan insanın Allah Taala mütləq mükafatını verir. Həzrəti Eyyub bütün sərvətin, övladların sağlamlığını itirdi, amma Allahla əlaqəsini kəsmədi. Ona dedilər ki, görəsən nə böyük günahın sahibidir ki, bu peyğəmbər bu boyda bəlaya mübtəla olub, axırı Allah Taala ona həmin düşdüyü bəladan nicat verdi. Niyə? Sona qədər səbr edir, səbrin mükafatlandırdı. Həzrət Yunisin də hekayəsində bizim üçün çox böyük bir məqam var ki, səbri tükəndi. O qədər təbliğ elədi ki, qulaq asmırlar, dedi, heç qulaq asmırsınız, özünüz bilərsiniz. Getdi dənizə tərəf, axırı balıq onu utdu nəticə etibarilə. Düşdü balığın bətninə, daxilinə. Orada dedi ki, la ilahə illə ənd. İlah, səndən başqa heç bir məbud yoxdur. Subhanəkə, sən pak və münezzəhsən. İnni kuntu minəz zalimin. Mən özümə zülm elədim. Mən zülm edənlərdə, öz nəfsinə, özünə zülm edənlərdən oldum. Ondan sonra Allah buyuruyor, fəstəcəbnə ləhu və nəcəynəhu minəl qam və kəzəlikə nunzil müminin. Biz onun duasını qəbul elədik. Baxmayaraq ki, səbri tükənmişdi, yəni ümmətinə qarşı səbr eləməlidir. Səbri tükənmişdi, səbri tükəndiyinə görə bu çətinliklə qarşılaşdı. Amma başa düşdü. Başa düşdü, inni kuntu minəl. Sənlik bir şey yoxdur. İlah, mən günaha yol vermişəm, mən səhvə yol vermişəm, mən özümə zülm eləmişəm. Allah buyurur, onun duasını qəbul elədik və ona nicat verdik. Biz möminlərə belə nicat veririk. Burada demək istəyir ki, ey səbri tükənən insanlar. Ola bilər səbir göstərir. Mümkündür, insanlıq halı, səbirdən çıxa bilərsən. Amma yenidən Allahı yada sal və qayıt Allahın yoluna. Allah çünki tövbə qapısını daim insan üzünə açıq qoyub. İmam Hüseyin əleyhissalam da son ana qədər Allahın yolunda səbr elədi. Və dedi ki, ilahi, sənin yazdığın tali ilə razılaşıram. İmam Hüseyin əleyhissalam səbr və şükür məktəbin Kərbəlada bir yerə topladı. Və deyir, səbrdən əlavə İmam Hüseyin əleyhissalam bir rizayət məqamına ucalmışdı. O nədir? Deyir, səbr əgər dözməkdirsə, riza isə odur ki, Allahın hikmətinə etiraz eləməyəsən. İmam Hüseyin əleyhissalam bax bunu qazanmışdı.
Yaxud Əbəlfəzl Abbas əleyhissalam gəlib çatdı suya, o sudan necə istifadə etməlidirsə dəqiq qərar verə bildi. Həmin sudan ola bilərdi içərdi, Allaha da şükür eləyərdi, əlhəmdülillah deyərdi. Kənardan baxanda deyər ki, bu normal haldır. Amma Həzrət Əbəlfəz yadına düşdü ki, körpələr susuzdur, qadınlar susuzdur, xanımlar susuz və əsas da qardaş İmam Hüseyn susuzdur. Həmin vaxt su adlanan nemətlə ən mükəmməl şəkildə necə rəftar eləmək lazım idi? Həzrət Əbəlfəz onun nümunəsini göstərdi ki, Allahın razılığı bu nemətlə bu cür rəftardadır. Suyu tökmək lazım deyir və tökdü də. Yaxud deyir, Kərbəla görəsən elə Aşura günündə qaldı, yoxsa davam edir. Bildiyimiz kimi Kərbəla həmişə davam edir. Hər yer Kərbəla, hər yer Aşura, hər gün Aşura. Amma Kərbəlanın, belə deyək, məzmunu dəyişib sadəcə. Kərbəlada Aşura günü oxlar var idi, oxlar atılırdı. İndi müasir dövrdə də o həmin oxlar, dırnaqarası oxlar müxtəlif şəkildə müsəlmanlara, möminlərə qarşı atılır və sancılır. Və eyni zamanda Kərbəlada qılınc var idi, qılınc zərbəsi insanları yaralayırdısa, indi də o qılıncı, dırnaqarası qılınc həmin şəhvət hissidir, tamah hissidir, haramlara, mənəvi dağınıqlığa yönəlməkdir. Yaxud Kərbəlada suyun qarşısı alınmışdı, insanlar susuz qaldılar, İmam Hüseyn əleyhissalam. İndi də o mənəvi susuzluq var, mənəvi susuzluq var ki, insanların dinə çox böyük ehtiyacı var. Görsən, nə qədər hədislər, informasiya həddən artıq zəngindir, sosial şəbəkələr, hədis də var, Quran hədis, amma insanın həqiqətən də möcüzəyə böyük ehtiyacı var, hər zaman ehtiyacı var. Ona görə Kərbəla deyir ki, bitməyib, sadəcə Kərbəla meydanı dəyişib, istiqaməti, məzmunu dəyişib. Əgər bilmək istəyirsə, Aşuranın sonuncu cümlən budur ki, bizə verəcəyi dərs nədən ibarətdir? Aşuranın ən böyük dərsi budur ki, insan öz böyüklüyü, insanın böyüklüyü malik olduğu əşyalarla deyil, əlində olan nemətlərlə ölçülmür. İnsanın əsl böyüklüyü o nemətlər ki, ona veriləndə necə sevinirdi? İtirəndə də Allahla rabitəsini o cür qoruyub saxlaya bilirsə, doğrudan da o insan dəyərli insandır, o insan böyük insandır. Allahın bir izzət cəlalı xatirinə bizi nemətlərinə şükür edən və imtihanlarına səbr edən bəndələrindən eləsin və dünya axirət ilahi rızata nail olanlardan eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.